Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının təşkilatçılığı ilə voleybol üzrə yarış keçirilib. Turnir 5 mart bədən tərbiyəsi və idman gününə həsr olunub. Yarışın oyunları Gəncə Olimpiya İdman kompleksində düzənlənib. Açıq xarakter daşıyan birincilikdə Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının voleybolçuları ilə yanaşı 2 nömrəli orta məktəbin komandası da qüvvəsini sınayıb. 6 kollektivin olimpiya sistemi üzrə iştirak etdiyi turnirin qalibi gözlənildiyi kimi İdman Ocağının şəhər yığmasının əsas heyətini təşkil edən birinci komandası olub. 5 mart bədən tərbiyəsi idman gününə həsr olunmuş yarışdır. Burada məqsəd həm perspektivli idmançılarımızı üzə çıxarmaq, gələcək yarışlarda onların yığma komandaya cəlb eləmək, ümumiyyətlə voleybolun inkişafına təkan vermək. Demək olar ki, neçə qabiliyyətli, perspektivli, gələcəyi görünən uşaqlarımız var. Birinciliyin bağlanış mərasimində Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının direktoru Xəyal Hacıyev voleyboldan danışanda ilk öncə ya da bu idman növü ilə məşğul olan qadınların düşdüyünü bildirib. O, ölkəmizdə qadın voleybolunun sürətlə inkişaf etdiyini deyərək, filialın yetirməsi olan oyuncuların paytaxt klublarının əvəzici komandalarında çıxış etdiyini və bu məqamın Gəncə idmanı üçün uğur hesab olunduğunu vurğulayıb. Sonda mükafatçılar sırasına düşən kollektivlərin üzvlərinə fəxri fərmanlar təqdim olunub. Voleybolçu qızlara qarşıdakı yarışlarda uğurlar arzulanıb.